Bugün müəllimlər sizinlə öyrənəcəyimiz mövzu şəxsiyyətin formalaşdırılması və inkişafı mövzusudur. Deməli, müəllimlər bir çox alimlər, psixoloqlar şəxsiyyətin formalaşması, onun inkişafı ilə bağlı araşdırmalar aparıblar və şəxsiyyətin formalaşması ilə bağlı nəzəriyyələr irəli sürüblər. Belə alimlərdən bir neçəsini, məsələn, Zygmunt Freyddir, Carl Jung'dır, Kohlbergin özüdür, Ising'dir və sairələrini misal göstərmək olar. Deməli, alimlərin fikrincə, yəni tədqiqatçıların fikrincə insan şəxsiyyətinin formalaşması daxili və xarici amillərlə bağlıdır. Yəni biz daxili amillər dedikdə genetik faktorlar nəzərdə tuturuq. Deyək ki, insanın məsələn irsiyyətdir, bioloji faktorlardır, fiziki, fizioloji faktorlardır. Yəni biz irsən valideynlərimizdən hansı xüsusiyyətləri alırıq? Deyək ki, valideynlərimizdən gözümüzün rəngi, saçımızın rəngi, boyumuz, məsələn, fiziki quruluşumuz özü olsun və yaxud da genetik xəstəliklər olsun, irsiyyətlə ötürülən xəstəliklər və yaxud da hansı patoloji, məsələn, xəstəliklər, deyək ki, fiziki qüsur var. Bütün bunlar hamısı irsiyyətlə ötürülən xüsusiyyətlərdir, genetik faktorlardır və bunlar daxili amillər hesab olunur şəxsiyyətin formalaşmasında. Bir də var ki, xarici amillər. Yəni xarici amillər də bizə xaricdən təsir göstərən amillərdir ki, bunlar da deyək ki, bizi əhatə edən sosial mühit və yaxud da ailə mühitimiz, sosial-iqtisadi həyat, cəmiyyət, yəni bizim sahib olduğumuz mədəniyyət, yəni bizi əhatə edən mühit hamısı xarici amillərə daxildir. Və insan şəxsiyyətinin formalaşdırılması ilə bağlı, formalaşması ilə bağlı, inkişafı ilə bağlı, eyni zamanda insan şəxsiyyətin tərbiyəsi ilə bağlı üç əsas konsepsiya var. Bioloji konsepsiya, sosioloji konsepsiya, bir də biososial konsepsiya. Yəni gəlin indi hər biri ilə bu konsepsiyaların ayrı-ayrılıqda tanış olaq. Bioloji konsepsiyanın əsas nümayəndəsi bayaq qeyd etdiyimiz Zygmunt Freyddir. Zygmunt Freydə görə insan təbii, bioloji varlıq olaraq dünyaya gəlir və insan bioloji varlıq olaraq, təbii varlıq olaraq bütün davranışlarını özü ilə birlikdə gətirir. Yəni bu o deməkdir ki, bioloji konsepsiyanın nümayəndələri deyir ki, insan yəni bioloji varlıq kimi doğulur və doğularkən bütün şəxsiyyətini də özü ilə birlikdə gətirir. Bu bioloji konsepsiyanın yəni fikirləridir. Sosioloji konsepsiya deyir ki, yəni insan təbii varlıqdır. Yəni insanın təbii varlıq olduğunu, bioloji varlıq olduğunu qəbul eləyir. Amma deyir ki, insanın şəxsiyyəti, xarakteri əsas sosial mühitdə, yəni sosial amillərin təsiri ilə formalaşır. Yəni sosioloji konsepsiyanın nümayəndələri belə qəbul edir ki, insan anadan doğulanda ağ vərəq kimi doğulur və ətraf aləmin, yəni sosial mühitin, sosial amillərin təsiri ilə də onun şəxsiyyəti formalaşır. Yəni bioloji konsepsiya əsas insanın təbii varlıq olduğunu qəbul edir və deyir ki, insan doğularkən bioloji varlıq kimi, təbii varlıq kimi şəxsiyyətini də özü ilə birlikdə, xarakterini də özü ilə birlikdə gətirir. Deməli, onlar daha çox irsiyyətə fikir verirlər. Amma sosioloji varlıq onun tam əksi olaraq deyir ki, insan təbii varlıq ola bilər. Amma insanın xarakteri və şəxsiyyəti sosial mühitdə, ətraf mühitdə, kənardakı insanların sosial mühitin təsiri ilə formalaşır. Ona görə deyir ki, insan ağvərək kimi doğulur və onun xarakteri də sosial mühitdə, sosial amillərin təsiri altında formalaşır. Biososioloji konsepsiya isə bu iki konsepsiyanın, həm bioloji, həm də sosioloji konsepsiyanın deməli fikirlərini özündə cəmləşdirir. Yəni biososioloji konsepsiyanın əsas nümayəndələrindən biri Carl Jung'dır və Carl Jung deyir ki, insan şəxsiyyətinin formalaşmasında hər iki faktorun rolu var. Yəni deyək ki, insanın şəxsiyyəti irsiyyətlə ötürülür, eyni zamanda da sosial amillərin təsiri altında formalaşır. Yəni belə deyək ki, biososioloji konsepsiya insanın bioloji varlıq olduğunu da qəbul edir. Eyni zamanda şəxsiyyətin formalaşmasında sosial mühitdə olduğunu qəbul edir. Demək ki, hər iki konsepsiyanın fikirlərini özündə cəmləşdirir. Yəni insan doğularkən şəxsiyyətini irsiyyəti ilə birlikdə, özü ilə birlikdə gətirirsə, eyni zamanda da əsas da mühitin təsiri altında onun şəxsiyyəti formalaşır. Və biososioloji konsepsiya insanın şəxsiyyətin inkişafını, formalaşmasını üç əsas amilin yəni təsiri altında qəbul edir. Birincisi irsiyyət, ikinci mühit, daha sonra tərbiyə.
Yəni irsiyyət dedikdə bayaq dediyimiz kimi valideynlərimizdən doğularkən bizə ötürülən xüsusiyyətlərdir. Bayaq sadaladığım genetik faktorlardır, deyək ki, fiziki quruluşumuzdur, fizioloji quruluşumuzdur. Yəni irsi olaraq bizə ötürülən bütün xüsusiyyətlər hamısı irsiyyətə aiddir. Yəni amma irsiyyət insan xarakterinin, şəxsiyyətinin formalaşmasında aparıcı amil deyil. Bu məqama da diqqət edin. Yəni insanın deyək ki, valideynlərinin sahib olduğu xüsusiyyətlər insana irsiyyətlə ötürülür. Yəni insan şəxsiyyətinin formalaşmasında irsiyyətin də bir rolu var. Amma irsiyyət şəxsiyyətin formalaşması üçün əsas amil, aparıcı amil deyil. Daha sonra eyni zamanda sosial mühit, deyək ki, mühitin insan şəxsiyyətinin formalaşmasında vacib amillərdən biri kimi qəbul edirlər. Burada mühit dedikdə sosial mühit, bir də təbii mühit daxildir. Təbii mühit dedikdə biz ailə mühitimizi nəzərdə tuturuq. Sosial mühit dedikdə isə bizi ətrafdan əhatə edən insan mühiti, yəni bizi əhatə edən sosial mühit. Cəmiyyətdir, məktəb deyək ki, şagird üçün məktəb həyatıdır, onun dostlarıdır, onun müəllimlərdir, onun ətrafında olan bütün insanlar. Yəni mühit həm təbii mühit, ailə mühiti, bir də sosial mühitdən ibarətdir. Yəni mühitin də biososioloji konsepsiya şəxsiyyətin formalaşmasında mühitin rolunu vurğulayır. Bir də insan şəxsiyyətinin formalaşmasına təsir göstərən digər bir amil də tərbiyədir. Tərbiyə də nədir? Yəni insanlarda, uşaqlarda dəyərlərin formalaşdırılması, onlara mənəvi keyfiyyətlərin aşılanması. Yəni irsiyyət, mühit və tərbiyə bu üç amil şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Biososioloji konsepsiyanın deyək ki, nümayəndələrindən olan Karl Young belə bir fikir irəli sürür ki, insan şəxsiyyəti iki tipə ayrılır. Ekstravertlər, bir də introvertlər. İndi gəlin bunların hər biri ilə ayrı-ayrılıq tanış olaq, görək onlar hansı xüsusiyyətlərə sahibdirlər. Yəni ekstravertlər hansı xüsusiyyətlərə sahib olur? Ekstravert insan necə olur? Deməli, ekstravertlər daha çox ünsiyyətdə olmağı xoşlayırlar. Yəni onlar ətrafdakı insanlarla əməkdaşlıq etsin, onlarla söhbətlər etsin, onlarla uzun-uzadı müzakirələr aparsın, onlarla ünsiyyətə girsin, bunu çox xoşlayırlar. Ekstravertlər üçün tək qalmaq, təklik cansıxıcı olur, darıxdırıcı gəlir. Onlar ətrafdan daha çox stimul alırlar, daha çox ətrafın təsiri altında olurlar. Hətta qərar verərkən ətrafdakı insanların fikirlərinə daha çox əhəmiyyət verirlər. Daha çox diqqət mərkəzində olmağı xoşlayırlar, diqqət çəkməyi xoşlayırlar və yaxud da deyək ki, onlar tez nəticəyə gəlirlər. Yəni tez qərar verirlər, çünki onlar qısa müddətli yaddaşdan istifadə edirlər və hər hansı bir məsələ üzərində uzun müddət dərindən düşünmürlər. Tez nəticəyə gəlirlər, tez qərar verirlər. Ona görə onlar daha çox sürətli düşünürlər və eyni zamanda sürətli düşündükləri üçün bəzən yanlış qərarlar da verə bilirlər. Çünki uzun müddətli yaddaşdan, dərin düşüncədən istifadə etmirlər. Tez nəticəyə gəlib tez qərar verirlər və bu da bəzən onlarda yanlışlara səbəb ola bilir. Ekstravert şəxsiyyət tipinin həm üstün tərəfləri, həm də deyək ki, çatışmayan tərəfləri olur. İndi gəlin onlara baxaq, nələrdir bunlar. Deməli, üstünlüyü nədir? Yəni ekstravertin üstün cəhəti odur ki, o insanlarla daha tez ünsiyyətə girir. Ətrafdakı insanlarla daha rahat, deyək ki, əlaqə yarada bilir, ünsiyyət yarada bilir və bu da onları cəmiyyətin aktiv bir üzvünə çevirir. Yəni sosiallaşa bilir, daha tez sosiallaşır. Amma ekstravertin də deyək ki, çatışmayan tərəfləri var və yaxud da deyək ki, ekstravert insanların rastlaşa biləcəyi çətinliklər var. Bu nədir? Bunlar hansılardır? İlk növbədə bunun nəzərə alaq ki, ekstravertlər əsas xaricdən motivasiya alır. Yəni xarici amillər onların motivasiya mənbəyidir. Deyək ki, şagird hər hansı bir müəllimin özünü xoşlamır. Müəllimin xarakterini, müəllimin özünü xoşlamadı, müəllimlə yəni normal münasibət yarada bilmədi və həmin uşaqda onun fənninə qarşı mənfi bir fikir formalaşır, mənfi münasibət formalaşır. Tutaq ki, mən riyaziyyat müəllimini sevmirəm, ona görə riyaziyyat fənnində o sevmirəm. Riyaziyyata maraq göstərmirəm. Yəni ekstravertlər xaricdən daha çox, xarici amillərin təsiri altında daha çox deyək ki, motivasiya alırlar. Ona görə də ekstravert şagirdlərlə işləyərkən müəllimlər münasibətlərə diqqət yetirməlidirlər. Yəni müəllimlər elə bir münasibət qurmalıdır ki, onlarla o ekstravertlər müəllimin münasibətindən motivasiya alsınlar.
Yəni həvəslənsinlər. Bu bir. Digər bir xüsusiyyət. Ekstravert insanlar da fərqli ola bilir. Yəni ekstravertlər bayaq dedik ki, əsas xaricdən, xarici faktorların təsiri altında qərar verirlər. Xaricdən deyək ki, Ə, yəni motivasiya alırlar. Amma bu o demək deyil ki, yəni ekstravertlər sadəcə xarici faktorların təsiri altında qərarlar verirlər. Onlar eyni zamanda daxili faktorlara, yəni öz şəxsi subyektiv fikirlərinə də yəni önəm verirlər. İndi bu da hər ekstravertdə eyni cür olmur, müxtəlif olur. Deyək ki, əgər hər hansı bir ekstravert şagirddə xarici faktorlar daha üstündür, daxili faktorlar bir qədər zəif inkişaf edib. Bu zaman o şagird ətraf mühitin təsiri altına daha tez düşür. Deyək ki, mənəvi cəhətdən, əxlaqi, tərbiyə cəhətdən bir qədər özündən aşağı insan varsa, və yaxud da mənfi xüsusiyyətlərə malik olan bir insan varsa onun yanında, o şagird onun təsiri altına daha tez düşür. Deyək ki, o yoldan çıxarmaq, o şagirdi daha çox yoldan çıxarmaq olur, çünki o xarici faktorlara daha çox üstünlük verir və onun daxili faktorları, deyək ki, özünün tək başına qərar verməsi, özünün, deyək ki, özünü dərk etməsi və yaxud da insanın tənqidi, məntiqi düşüncəsi var, insanın metakognitiv biliyi, bacarığı var. Bu kimi amillər özünü dərki bir qədər zəifdir. Ona görə tez xarici faktorların təsirinə düşür, tez də xarici təsirlərə məruz qalır. Ona görə belə şagirdlərdə, belə ekstravert şəxsiyyətə sahib olan şagirdlərdə daxili amilləri, daxili faktorları inkişaf etdirmək lazımdır. Bu da təbii ki, müəllimlərin üzərinə düşür dərs zamanı. Yəni, deyək ki, müəllimlər, məsələn, şagirddə məntiqi təfəkkürü, tənqidi təfəkkürü inkişaf etdirməyə çalışmalıdır. Eyni zamanda şagirdlərdə öz daxili səslərinə qulaq asmaq bacarığını formalaşdırmalıdır. Yəni, ekstravert sadəcə xarici faktorların yox, öz şəxsi fikirlərinin, öz şəxsi subyektiv qərarlarının, daxili faktorlarının təsirinə də, yəni, fikir vermək, yəni öz daxili səsinə, daxilindən gələn səsə qulaq asmağı da bacarmalıdırlar. Eyni zamanda bundan başqa ekstravertlərin məsələn rastlaşa biləcəyi çətinliklərdən biri də nədir? Onların tez düşünüb tez qərar verməsi. Yəni bayaq dedik ki, ekstravertlər çox dərin düşünmürlər, qısa müddətli yaddaşdan istifadə edirlər, tez nəticəyə gəlirlər, tez qərar verirlər və bu da bəzən sinifdə hər hansı bir sualı səsləndirən zaman, hər hansı bir tapşırığı işləyərkən ekstravert şagirdlərdə yanlışlara səbəb ola bilir. Yəni şagird düşünmədən tez qərar verir və tapşırıqda səhvə yol verir. Və yaxud da hansısa bir sualı şagirdə ünvanlayırıq, şagird düşünmədən və yaxud da tez sürətli şəkildə düşünərək qərar verir, tez nəticəyə gəlir və yanlış cavab verə bilir. Buna görə də həmin şagirdlərdə dərin düşünməyi, bir qədər ətraflı düşünməyi, uzun müddətli yaddaşdan istifadə eləməyi, bir qədər gec nəticəyə gəlmək, yəni gec dedikdə düşünərək nəticəyə gəlməyi formalaşdırmaq lazımdır. Bunun üçün də müəllimlər məsələn Bloom taksonomiyasının yuxarı təfəkkür səviyyəsinə aid olan tapşırıqlar verə bilər şagirdlərə və yaxud da açıq tipli suallar verə bilər ki, şagird o açıq tipli sualı ətrafında daha dərin düşünsün, daha geniş ətraflı düşünsün və yaxud da şagirdləri deyək ki, müzakirə metodlarına, müzakirə iş üsullarına cəlb eləmək olar ki, Sokrat dialoqudur, debatdır. Yəni uzun müddətli müzakirələr getsin, şagird dərindən düşünsün, uzun müddətli yaddaşdan istifadə eləsin, bir qədər yəni düşünərək nəticəyə gec gəlsin ki, yanlış qərara da yol verməsin. İndi isə baxırıq introvert şəxsiyyət tipinə. Deməli, introvertlər hansı xüsusiyyətlərə malik olur? Bunlar ekstravertlərin bir, deyək ki, əksidir. Onlar uzun səthi müzakirələrdən yorulurlar. Yəni, ətrafdakı insanlarla uzun-uzadı müzakirələr aparmaq, onlarla çox ünsiyyətə girmək, bunlardan yorulurlar. Onlar daha çox təklikdən stimul alırlar. Yəni, bir növ təklikdə dincəlirlər, öz enerjilərini, itirdikləri enerjini təklikdə qalaraq bərpa eləyirlər. Yəni, daxili amillər onlara stimul verir. Bayaq dedik ya, xarici faktorların təsiri altında qərar verir ekstravertlər, amma introvertlər daxili faktorların təsiri altında qərar verir. Yəni onlar daxildən stimullaşırlar, motivasiya alırlar. Onlar daha çox şəxsi subyektiv fikirlərə, yəni öz şəxsi düşüncələrinə, şəxsi subyektiv fikirlərinə önəm verirlər və hər hansı bir məsələ tapşırıq ətrafında uzun müddət düşünürlər. Çünki onlar gec nəticəyə gəlirlər, gec qərar verirlər və onlarda düşünmə daha çox vaxt aparır. Buna görə uzun müddətli yaddaşdan istifadə edirlər. Yəni nəticə çıxarmağa, tez nəticəyə gəlməyə tələsmirlər. Bunun üçün onlara çox vaxt lazım olur.
Yəni introvertlərin üstün cəhəti, bayaq tanış olduğu ekstravertlərdə çatışan-çatışmayan tərəflər eyni şeylər, yəni introvertdə də var. Yəni introvertin də üstün cəhəti qarşılaşa biləcəyi çətinlikləri var. İntrovertlərin üstün cəhəti odur ki, introvertlərdə öz daxili səsinə qulaq asmaq və yaxud da özünü dərk eləmək, deyək ki, metakognitiv biliklərdir, metakognitiv bacarıqlardır, onlarda daha yaxşı inkişaf etmiş olur. Amma introvertlərin də rastlaşa biləcəyi müəyyən çətinliklər var. Birincisi, onlar deyək ki, introvertlər məsələn təkliyi daha çox xoşlayırlar. Yəni təkliyə çəkilirlər, onlar təklikdə stimul alırlar, bir qədər itirdikləri enerjini təklikdə bərpa eləyirlər. Bu bəzən onlarda asosiallığa gətirib çıxarır. Yəni ətrafla ünsiyyəti, əməkdaşlığı çox sevmədikləri üçün, tək qalmağı daha çox sevdikləri üçün bu onlarda sosiallaşmanı zəiflədir. Asosiallığa gətirib çıxarır. Ona görə də deyək ki, introvert şagirdlərlə işləyən zaman müəllimlər qrup işlərinə bir qədər üstünlük verməlidirlər, amma burada bir məqama diqqət eləmək lazımdır. İntrovert şagirdi, introvert şagirddə sosial bacarıqlar inkişaf etsin deyə onu daima hər zaman qrup işlərinə cəlb etmək düzgün addım deyil. Siz situasiyalarda bununla rastlaşa bilərsiniz. Nəyə görə? Həm qrup işləri, həm fərdi işlər növbəli şəkildə aparılmalıdır. Çünki bunda nəzərə almaq lazımdır ki, biz qrup işlərini təşkil edib introvertlərdə sosial bacarıqları inkişaf etdirə bilərik. Doğrudur. Amma bunu da nəzərə alınmalıyıq ki, introvertlər daha çox təklikdə stimul alırlar. Yəni onlar itirdikləri enerjini, motivasiyanı təklikdə bərpa edirlər. Motivasiyanı təklikdən alırlar, oradan stimullaşırlar. Hər hansı bir, məsələn, deyək ki, introvert şagird yorulduğu zaman təkliyə çəkilir. Çünki o enerjisini o cür bərpa edir, o cür istirahət edir, o cür rahatlaşır. Ona görə də hər bir, deyək ki, şəxsiyyət tipi ilə işləyən zaman iş formalarına diqqət eləmək lazımdır. İş formaları növbəli şəkildə aparılmalıdır. Bu bir. Daha sonra introvertlərdə rastlaşa biləcəkləri çətinliklərdən biri də odur ki, onlar bir qədər gec nəticəyə gəlirlər. Çünki çox düşünürlər, dərindən düşünürlər. Ona görə tez nəticəyə gələ bilmirlər, tez qərar verə bilmirlər və bu da onlarda bir qədər ləngimələrə səbəb olur. Deyək ki, müəllim hər hansı bir sual səsləndirib və yaxud da hansısa tapşırıq verib, introvert şagird onun üzərində o qədər düşünür ki, bir qədər dərin düşünür də, düşünür ki, bu da şagirddə vaxt itirməyə, ləngiməyə, tapşırığın gecikməsinə səbəb ola bilər. Ona görə bir qədər həmin şagirdlərə vaxt lazım ola bilər. Yəni belə şagirdlərlə işləyən zamanda müəllim vaxt faktorunu nəzərə almalıdır. Yəni bu vacib amillərdən biridir. Daha sonra deyək ki, bir də psixoloqlardan müəllimlər, bir də Eyzenk var, yəni Hans Eyzenk. O eyni zamanda deyirdi ki, elə bir şəxsiyyət tipi də var ki, o həm introvertin, həm də ekstravert şəxsiyyət tipinin xüsusiyyətlərini özündə cəmləşdirir ki, bu da ambivert şəxsiyyət tipidir. Ambivertlər bir qədər, deyək ki, araşdırmalara görə insanlar arasında az rast gəlinən, deyək ki, şəxsiyyət tiplərindən biridir. Çünki ambivertlərdə həm ekstravertin, həm də introvertin xüsusiyyətləri olur. Yəni onlar nə qədər xaricdən, deyək ki, xarici təsirlərin altında ya və yaxud da xarici öz ətraflarına, başqa insanlarla ünsiyyətdə olmağa, əməkdaşlığa və yaxud da onların fikirlərinə önəm verirlərsə, sonda yenə introvertlər kimi öz daxili səslərini qulaq asmağı bacarırlar. Məsələn, deyək ki, hansısa bir tapşırığı işləyən zaman və yaxud da hansısa tapşırıq üzərində qərar verən zaman ambivert şəxs əvvəlcə ətrafdakı dostlarının fikirlərini alır. Hər birinin fikrinə qulaq asır, onları dinləyir, onlardan məsləhətlər alır, amma yenə sonda düşünür, daşınır, öz qərarını verir. Yəni öz daxili səsinə qulaq asaraq özünün, yəni nə qədər ətrafı dinləsə də, onlara qulaq assa da, yenə də sonda öz qərarını verir. Yəni ambivertlər bu xüsusiyyətə sahib olurlar. Bir də insan şəxsiyyətinin formalaşması ilə bağlı bir sıra mərhələlər vardır. Yəni deyək ki, insan xarakteri formalaşarkən bir neçə mərhələdən keçir. Bunlar 5 mərhələdir. Birincisi, əxlaqi dəyərlərin olmadığı dövr.
özünə yönəlmə dövrü, ənənələrlə ayaqlaşma dövrü, qeyri-rasional şuur dövrü, bir də rasional şuur dövrü. İndi burada bir sıra deyək ki, dövrlər var ki, biz bunları öyrənərkən, məsələn, Piaget'in zehni inkişafın mərhələlərlə üst-üstə düşəcək. Məsələn, siz bilirsiniz ki, deyək ki, Piaget'in zehni inkişafı mərhələləri, deyək ki, nəzəriyyəsinə görə insan zehni dörd mərhələdən, yəni insan zehni inkişafı dörd mərhələdən keçir ki, hissə hərəki, ilkin əməli, daha sonra konkret əməli, bir də formal əməli. İndi bu şəxsiyyətin formalaşması ilə bağlı olan 5 mərhələdə insan zehni inkişaf mərhələləri bəziləri üst-üstə düşəcək. Deməli, birincisi əxlaqi dəyərlərin olmadığı dövrdür. Bu 0-2 yaş aralığını əhatə eləyir. Yəni burada deyək ki, uşaqda daha çox bu körpəlik illərinə təsadüf eləyir. Yəni zehni inkişafda hissi hərəki mərhələ var. Əxlaqi dəyərlərin olmadığı dövr zehni inkişafın hissi hərəki mərhələsi ilə üst-üstə düşür. Yəni 2 ilə əhatə edir 0-2 yaş aralığını. Bu yaş dövründə uşaqlar körpələr deyək ki, nəyin doğru, nəyin yanlış olduğunu bilmirlər. Yəni onların etdiyi bütün hərəkətlər emosiyaların təsiri altında olur. Yəni bu dövrdə emosiyalara, hisslərə nəzarət etmək mümkün olmur. Elədiyi bütün hərəkətlər əsas öz fiziki ehtiyaclarını ödəmək üçündür. Yəni körpə uşağı nə hərəkət edirsə, o emosiyaların, hisslərin təsiri altında olur. Emosiyaların, hisslərini idarə edə bilmir. Çünki elədiyi bütün hərəkətlər, davranışlar özünün fiziki ehtiyaclarını ödəməkdən ötürüdür. Daha sonra gəlir özünə yönəlmə mərhələsi. Bu zehni inkişafda ilkin əməli mərhələyə daha çox uyğun gəlir. Yəni egosentrizmin inkişaf etdiyi, egonun yüksək olduğu bir dövr. Yəni özünə yönəlmə, mənəm demək dövrü. Bu da deyək ki, 2-6 yaş aralığını əhatə eləyir və bu dövrdə özünə yönəlmə mərhələsində uşaq əslində deyək ki, əsas özünü məmnun etməyə çalışır. Yəni həm öz maraqlarını, həm başqalarının maraqlarının nə olduğunu bilir. Qaydaları da bilir, əsas formalaşmış dəyərlərin də nə olduğunu bilir, amma onlara əməl etmir, əsas özünü məmnun etməyə çalışır. Məsələn, deyək ki, bir 3 yaşında, 4 yaşında uşaqdır, bilir ki, artıq dərk edir ki, məsələn, kitabları cırmaq olmaz və yaxud da yemək yedikdən sonra əllərini yumaq lazımdır. Bunu bilir, bunu dərk edir. Amma o qaydaları bildiyi halda, dəyərləri, qəbul olunmuş dəyərləri bildiyi halda onlara əməl etməyi özünə borc bilmir. Əsas ona maraqlı olan öz maraqlarıdır. Çünki özünə yönəlmə mərhələsi daxı, egosentrizm. Əsas özünü məmnun eləməyə çalışır. Əlini yumur, tutalım ki, əlini köynəyinə silir. Öz üzərinə silir. Amma halbuki o bilir ki, əllərini yumaq lazımdır. Yəni qaydaları bilir, amma qaydalara əməl etməyi özünə borc bilmir. Əsas özünü məmnun eləməyə çalışır. Bir növ, yəni mən uşağam, mən körpəyəm, nə edəsəm olar. Özünə yönəlmə mərhələsi. Daha sonra gəlir ənənələrlə ayaqlaşma mərhələsi. Bu 6-12 yaş aralığını əhatə eləyir. Bu mərhələdə artıq uşaq qaydaları bilir, qaydalara əməl etməyin vacib olduğunu bilir. Çünki bilir ki, qaydalara əməl etməsə onun üçün pis nəticələnə bilər. Yəni hərəkət etməmişdən əvvəl davranışın nəticəsini dərk edə bilir. Yəni mən bunu qaydanı pozarsam cəzalana bilərəm. Bir növ Kolbergin mənəvi inkişaf nəzəriyyəsindəki itaət və cəza mərhələsi kimi. Yəni qaydalar var, qaydalara əməl etməliyəm. Başqalarının qoyduğu qaydalar, standartlar mənim üçün yəni hər şeydən önəmlidir. Qayda varsa qaydaya əməl etməliyəm, pozmamalıyam. Əgər pozarsam, sonda məni cəza gözləyir. Yəni hər hansı bir addımı atmamışdan əvvəl onun sonluğunu, nəticəsini düşünə bilir. Cəzaya görə itaət göstərir. Bir növ belə deyək. Bu ənənələrlə ayaqlaşma dövrüdür. Daha sonra gəlir qeyri-rasional şuur dövrü. Artıq bu yeniyetməlik dövrüdür. Bu dövrdə deyək ki, adətən fikir verirsiniz ki, yeniyetmə dövründə olan uşaqlar emosiyaların, hisslərin təsiri altında olurlar. Yəni onlar öz hissləri ilə hərəkət edirlər, emosiyalarından hərəkət edirlər. Yəni onlarda belə deyək ki, məsələn, məntiqlə hərəkət etmə olmur. Bəzən biz deyirik, hisslərinlə qərar vermə, ağlınla, idrakınla, beyninlə qərar ver. Yəni qəlbinlə qərar vermə, beyninlə qərar ver, ağlınla qərar ver. Yəni onlar rasional düşüncə ilə yox, emosiyalarla qərar verirlər. Hisslərin, emosiyaların təsiri altında olurlar.
Amma rasional şuur dövrü 5-ci mərhələ artıq bu xarakterin formalaşmasında ən yüksək mərhələdir. Rasional şuur dövrü artıq yetkin yaşlara təsadüf eləyir. Çünki burada artıq insan, fərd öz məntiqi ilə hərəkət edir. Yəni rasional düşüncəsi ilə, yəni hisslərini, emosiyaları ilə yox, öz ağlı ilə, məntiqi ilə qərar verməyi bacarır. Tutaq ki, nəyisə etməyə, hansı işi görməyə həvəsi yoxdur, amma bilir ki, bu işi görmək vacibdir. Bunun sonunda, məsələn, bu işi görməsə, onun üçün mənfi təsirləri ola bilər və yaxud da bu işi görməsə, onu hansısa nədənsə geri sala bilər, ləngiməyə səbəb ola bilər. Ona görə də istəməsə belə bəzən, həvəsi olmasa belə, yorğun olsa belə, ağlı ilə, məntiqi ilə qərar verib, yəni rasional düşüncə ilə qərar verib, şuurlu şəkildə düşünüb, deyək ki, o işə davam edir. Yəni, bu rasional şuur dövrüdür, məntiqlə hərəkət etmək, yəni bu dövrdə artıq qeyri-rasionaldakı kimi hisslərin, emosiyaların təsiri bir qədər geridə qalır. Əsas burada məntiqlə düşünüb qərar verir. Ona görə bu da xarakterin, şəxsiyyətin formalaşmasında ən mühüm mərhələ, ən yüksək mərhələ hesab olunur.